Sevgidə yaş fərqi önəmlidir. Bəli, önəmlidir. Oğlan qızdan maksimum 3 yaş böyük olmalıdır. Elə insanlar var, sevgiyə verəmirlər. Yaşa baxmırlar. Dur keçək. Danışa batmır. Niyə yaşa baxmırlar, nə olur? Həm çoxu baxır, çoxu baxmır da indi. Sevgililər arasında nə qədər yaş fərqi ola bilər? Məncə 10 il maksimum mənim fikrimcə. 10 il özünüzdən balaca bir oğlanı sevə bilərsiniz. O baxır yaşa, əgər mənim 30 yaşım varsa, onun da 20 yaşı var, məncə çox çətin məsələ, çünki o yaşdadır ki, yəni 2-3 dəfə yəni də sevə bilər, aldada da bilər əslində. Ya çox çətin olur məncə, balaca olsa. Sevgidə yaş fərqi önəmlidir. Yaş fərqi önəmlidir deyəndə xanım, belə deyək də, çünki qız oğlan arasında yaş fərqi maksimum 3 yaş, 4 yaş, 5 yaş, 1 yaş belə olmalıdır. Mən yəni ona inanıram. Çünki elə insanlar tanıyıram, elə insanlar görmüşəm ki, aralarında 20 yaş, 25 yaş fərq var. Bu heç də düzgün bir şey deyil.